Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir telefonu təmirə gətiriblər. Düzdür, ekranı göstərmir, ekrandan narazı deyil müştəri. Knopkalarında problem var. Əsasən də yes-lə no-da. Digər knopkaları işləyir. Bərpa eləyək, orta nəticəni bir yerdə izləyək. Sözün əsnasında məlum oldu ki, ustada olub. Burada da bir şurupun biri yoxdur. İki şurupu açdıq, yəni açırıq, davam edirik. Demək, burada 2 dənə siqaret kağızı var. 13 manatın qarşılığında siqaret kağızı qoyub veriblər. Burada nə görürsə hər bir şeyi təmizləyəcək. Bunları da məcbur olub dəyişəcəm. 10 dənə aşağıda, 4 dənə də yuxarıda olan kömürləri. Yəni Pirelli Michel kömürləri vuracaq. Buradan kirinə kimi hər bir şey təmizlənəcək. Burada çürümələr var idi. Bu çürümələri də təmizlədik. İndi lakla abrabotka eləyəcək, hava çəkməsin. Burada nə qədər hissə vardı. Hamısını təmizlədik, amma bunlara hələ əl vurmamışıq. İndi bunları kəsək. Orijinal Pirelli Michel kömürlərini vurduq. Belə deyək də bunun demək orijinal kömürləri vurduq. Belə nəzərdə tutun ki, Vazdan Sovet maşını almışsınız, gəlmişsiniz yanımıza, biz buna Michel Pirelli təkərləri qoyuruq. Yəni bunlar hamısı qarantiyalı kömürlərdir, bu birilərə nisbətən böyükdür. Bir dənə də şurupunu bağladıq. Ekranına fikir verməyin, səsə qulaq asın. Ekranı ümumiyyətlə işləmir, yəni müştəri istəsəydi biz onu yağa bilərdik. Plata ilə bir yerdə dəyişir. Bu bizim yığdığımız kömürlər, hamısı pambıq kimi işləyir. Şad xəbər eşitsinlər, çox sağ olun, izlədiyinizə görə.